Bugün işdə oturmuşduq. Bir neçə gündür ki, artıq aprel ayının əvvəllərindən 3 nəfər, indi dırnaqarası jurnalistlər Gülbadə Abdullayevanı şantaj edərək müxtəlif məbləğlərdə pul tələb eləmişlər. Son dəfə şəxsi məlumatların, şəxsi şəkillərin Gülbadə Abdullayeva ataraq 1000 manatda pul tələb eləmişlər. Gülbadə Abdullayeva bu pulu vermədiyi təqdirdə onu bu şəkillər, şəxsi şəkillərin yaymaqla hədələmişdilər. Artıq bu günlər işdə oturmuşduq, təxmini 2-3 saat öncə. Gördük bir qrup yenə də həmən ifadə, yenə Pərvin Abuşova, yenə o Sevil, Mozalan, bilmirəm. Bunlar dırnaqarası jurnalistlər, mən bilirəm. Onlar bir çox yerləri, belə həkimləri, estetik mərkəzlərin, dövlətin sahibkarlara verdiyi diqqət və qayğının üstünə xətt çəkərək öz başlanğıqlarını davam elətdirirlər. Biz bununla bağlı Nəsimi rayon Baş Polis İdarəsinə müraciət eləmişik. Onlar da işi araşdırırlar hal-hazırda. Bu günləri yenə də bizim estetik mərkəzinə gələrək orada ictimai sayışı pozmur. Bir qrup qonşuların qapılarını döymüş, səs-küy saldılar, qışqırıq, tənqid, təhqir, olan sözlər, olmayan sözlər birbaşa dövlətin əleyhinə elədilər çıxışlar və oturdular maşına çıxdılar getdilər. Gülbadə Abdullayeva da bu hərəkətdən sarsınaraq özünə, sağlamlığına, qəsdən sağlamlığına xəsarət yetirmişdir. Həkimlər də vəziyyətinin ağır olduğunu qiymətləndirirlər. Dəfələrlə olub? Dəfələrlə olub. Aprel ayının əvvəlindən müxtəlif formada paylaşımlar edərək pul tələb eləmişdilər. Pul tələb edəndən sonra yazıları çıxartmaq birbaşa reçetvanın sübutudur. Yazını qoyurlar, pul kartlarına köçəndən sonra əlbəttə bizdə bütün görüntülər var, dövlətə təqdim eləmişik. Nəsimi rayon Baş Polis İdarəsinə təqdim eləmişik. Pul təqdim olunandan sonra görüntünü, həmən materialları, yaydıqları şantaj materialları götürürdülər öz səhifələrinə. Bir neçə dəfə. Eyni adamlardır. 3 nəfər, ondan artıq, yəni 4-cü, 5-ci, 6-cı, 7-ci heç bir şəxs yoxdur. Bu 3 nəfər, bilmirik bunların arxasında duran kimdir. Yəni biz müstəqil Azərbaycan dövlətində yaşayırıq. Yəni hegemonluqla məşğuldurlar. Birbaşa hegemonluqla məşğuldurlar. Oldu, təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Fatma Mahmudova, Gülbadə Abdullayevanın meneceriyəm. Bilirsiniz, son dövrlərdə, son bir ildə Gülbadə xanım onsa TikTok platformasında çox sağ olsunlar məşhurlaşdırmışdılar olan, olmayan informasiyalarla. Yəni bir aprel ayının əvvəllərinə 3 nəfər şəxsdir ki, ifadə, Pərvin, Sevil adlı şəxsə admin istifadəçiləri, özlərin cəmiyyətə jurnalist kimi təqdim edən admin istifadəçiləri ki var. Mən də bilirəm ki, onlar jurnalist kimi reyestrdən keçməyən insanlardır. Yəni jurnalistika adı şərəfli bir addır. Reyestrdən keçməyən admin istifadəçiləri, TikTok, nə bilim, bunlar fenomendirlər, nədirlər bilmirəm. Aprel ayının əvvəllərindən Gülbadə xanımın dəfələrlə Bilur estetikə gələrək öz şəxsi məlumatlarını yayacaqlarına hədələmişdilər. Bir dəfə 500 manat istədilər. Gülbadə xanım onlara 300 manat verdi. Bir dəfə gəldi ifadə ki, yenə Pərvin 500 manat istəyir, olmasa bu şəkili yayacağıq. O şəkil də bu gün istintaq orqanına təqdim olunub. Təzədən 250 manat belə əllə aldı. Sonra kart hesabına pullar köçürülüb, hamısının bizdə çeki var, qəbzi var. Yəni sonuncu dəfə yenə də o şəkili ataraq dedilər ki, yox, axırıncı dəfə 1000 manat verin ki, bunu biz təmiz yığışdıraq bu şəkili. Gülbadə xanım da onlara deyir ki, mən niyə sizə pul verməliyim? Siz insanın şəxsi həyatının toxunulmazlığından sizin xəbəriniz yoxdur. Birinci qarşı tərəf olaraq siz mənim fikrimi öyrənmədən, siz mənim şəxsi məlumatlarımı necə yaya bilərsiniz? Pərvinə zəng elədi. Pərvin də ona yenə də çovutcasına cavab verdi, advo elədi. Qarşı tərəf olaraq heç fikrini dinləmədi. Bu günləri də təxmini saat 7-8 radələrində Bilur estetikin qarşısına gələrək içəri daxil olmamışlar. Amma orada yaşayan qonşuları bir neçə nəfəri narahat eləmişlər. Qışqırmaqla, söyüşlə, təhqirlə yenə də belə şantaj edirdilər Gülbadə xanımı da. O da dözmədi, iqsus çəkib. Vəziyyəti necədir? Vəziyyəti ağırdır. Ağırdır, mədə qan axması var, nəfəs borusu yanır. Hələ ki vəziyyəti ağır olaraq qalır. Həkimlər nə deyir? Həkimlər deyir, vəziyyəti ağırdır. Mən elə bilirdim ki, bu 2 dənə xanım, Pərvinlə ifadə xanım mənə qarşı reketdə gedirlər. Yox, bir il öncə mənim uşaq 8-9 yaşında qız uşağımı da
Yəni belə şantaj elədilər, ictimailəşdilər. Abşeron rayon qərar verdi ki, onların sürdüyü iddia, irəli sürdükləri iddia heç bir təsdiqini tapmadı. Buradan. Buradan mən birinci Ali Baş Komandanın cənab İlham Əliyevə müraciət edirəm. Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət edirəm. Kamran Əliyevə müraciət edirəm, baş prokurorumuz. Mən dövlətimə o qədər inanıram və dövlətimə sığınıram Azərbaycan vətəndaşı olaraq, Azərbaycan xanımı olaraq. Gülbadə xanımın bugünkü təzyiqlərə məruz qalmağına səbəb olan 3 nəfər qanun çərçivəsində cəzalandırılsın. Mən də buradan dövlət başçımıza, Vilayət Eyvazova, Kamran Əliyevə dəfələrlə qəbulunda olmuşam. Bu iki xanım haqqında, Pərvin və ifadə haqqında ölçü götürmələrini xahiş edirəm. Bunların arxasında kimlər durursa, həmin o adamlara deyirəm ki, çəkilin buranın arxasından və axırı pis olar sizin üçün. Bu iki xanım haqqında ölçü götürməyinizi xahiş edirəm. Cənab Prezident, özün məşğul ol bunlarla. Bunlar nəyə hərəkət edir? Bunlar kimə arxayındır? Xanım, biz hüquqi dövlətdə yaşayırıq. Heç kimin arxasında dayana bilməz. Onlar sadəcə müəyyən insanlar var ki, mən burada adlarını açıqlamıram. Mən adlarını istintaq orqanlarına açıqlamışam. Bir neçə vəzifəli şəxslərin adından istifadə edirlər. Amma mən bilirəm ki, o vəzifəli şəxslər heç kimin arxasında dayanmazlar. Çünki biz hüquqi dövlətdə yaşayırıq ki, kimsə kiminsə arxasında dayansın. Onlar özləri vəzifəli şəxslərin adlarından, onların özünün xəbəri olmadan istifadə edirlər. Bu günləri də dövlətimiz, hamımız gözəl bilirik ki, mən cənab İlham Əliyev və onun xanımı, Mehriban xanıma, bir gün Azərbaycanda yürütdüyü siyasəti dəstəkləyən bir vətəndaş kimi, bir xanım kimi bilirəm ki, dövlətimizin qərarı var, sahibkarlara xüsusi diqqət ayrılmalıdır. Bu günlər onlar prezidentin qərarının belə üstündən xətt çəkirlər, gəlirlər dövlətə vergi ödəyən Gülbadə xanım, onun işçiləri biz. Dördümüz də dövlətimizə xidmət edib, vergimizi dövlətimizə veririk. Gəlib onun üzərindən xətt çəkərək ictimai əsası pozmuşlar, təhqirlər, söyüşlərlə, şantajlarla əl çəkməmişlər. Mən də buradan Vilayət Eyvazova, Bakı şəhər Baş Polis İdarəsinin rəisinə xahiş edirəm. Mən də yorulmuşam, mən də bir anıyam. Mənim şəkillərimi sosial şəbəkələrdə paylaşırlar. Hamınız deyirsiniz ki, baş qoşmayın, onlar sizin tayınızdır, siz mədəni xanımsınız. Onlar haqqında ölçü götürməyinizi xahiş edirəm. Bir uşağı rəhmətə gedib Gülü doktorun. Bir uşağı tənha anadır. Yəni dövlətimiz hər bir vətəndaşına xüsusi həssaslıqla yanaşır. Amma bu 2-3 nəfər şəxs ki var, bunlar əməlli başlı reçetinlə məşğul olurlar. Bu gün xəbəri qoyurlar, 2 saatdan sonra zəng edirlər. Xəbər gedib nə deyirsən, 300 manat, 500 manat pul tələb edirlər, 5 dəqiqədən sonra baxırsan ki, istədiyi məbləğ alırlar, səhifədən o yazıyı çıxardılar. Bu da onların reçetinlə məşğul olduğunu bariz sübutudur ya yəni. Oldu, təşəkkür edirəm. Dəyərli izləyicilər, kanalımıza abunə olun, paylaşın.